Bircə saniyə. Mhm. Ekran görsənir rahat, problem yoxdur ki. Xeyr, xeyr, Hayır, yoxdur. hayır. Hmm. Başlayaq Değil. 78-dən. Uşaqlar 78-də tərifləri verir. Deyir doğru, yanlış olan denən. A çoxluğun verib 1, 2, 3. Deyir neçəsi Aha. doğrudur? A çoxluğunda 1, 2, 3-dür. B çoxluğunda 2, 4, 6. Deyir kəsişməsi 2-yə bərabərdir. Kəsişmə nədir? Hər ikisində eyni olan. 1, 2, 3, 2, 4, 6. Eyni olanlar nədir? 2-dir. Düz yaz. Düppələm düz. A ilə S-nin kəsişməsi 1-ə bərabərdir. A-da 1, 2, 3-dür, S-də 1, 3, 5. Kəsişmə nədir? 1-dən 3-dür. Eyni olanlar. Burada da 1, 3 var, burada da. Amma mənə yalnız 1-i yazıb. Deməli, bu səhvdir. B ilə S-nin kəsişməsi 2-yə bərabərdir. B-də 2, 4, 6-dır, S-də 1, 3, 5-dir. Eyni olan yoxdur. Bu boş çoxluqdur. Deməli, üçüncü nədir? Səhvdir. Dördüncüyə baxıram. A ilə B-nin birləşməsi deyil. Birləşmə zamanı A-nı olduğu kimi köçürdürəm. 1, 2, 3. B-də olmayanları yanına yazıram. 2 var, təkrarlamağa ehtiyac yoxdur. 4 ilə 6 da yanına gəlir. 4, 6. Burada baxın 4-ü yazıb 6-nı yazmayıb. Deməli, bu da səhvdir. Neçəsi düz oldu? Yalnız biri. Ben Deməli, yalnız biri düzdürsə, variant olacaq A variantı. 79-cu sualda AB çoxluqlarının alt çoxluqlarının sayı 16-dır. Alt çoxluqların sayı düsturu 2 üstü n-dir. 2 üstü n bərabərdir 16. N nəyə bərabərdir? 2-ni neçə dəfə öz-özünə vursam 16 eləyər? 4 dəfə. N-i tapdım 4. Bu birləşmədir uşaqlar. Tapdığım n birləşmədir. Daha sonra mənə deyir ki, bunların kəsişməsinin alt çoxluqları 2-yə bərabərdir. Yəni 2 üstə n bərabərdir 2. Uşaqlar baxın, ədəd olduğu kimi qalıbsa, deməli n nəyə bərabər imiş? 1-ə bərabər imiş. Yəni bir dəfə götürübdü onu, başqa heç nəyə vurmuyor. Biri 4-dür, biri 1-dir. Sədir bunların cəmi nəyə bərabərdir? 5-ə bərabərdir. 4 ilə 1 toplayırıq 5. 80-ci sualda. Keçən dəfə o biri qrupada izah elədim. Sənə deyir A ilə B bir-birinə bərabərdir. Deməli, A-da olan bütün elementlər B-də də var. Yalnız yerləri dəyişik düşüb. Sən X-i tapmalısan burada əsas. 16 burada var, burada da var. 19 burada var, burada da 19 var. 24 var, 24 var. Burada qalır X üstəgəl 3, burada da qalır 6. Deməli, X üstəgəl 3 nəyə bərabərdir? 6-ya bərabərdir. Nəyin üstünə 3 gəlsəm 6 eləyər. 3-ün üstünə. Yəni 6-dan 3 çıxıram, X-i tapıram 3. Sənə deyir ki, bax, X sayda elementi olan çoxluqların alt çoxluqlarının sayını tap. Alt çoxluqlarının sayı düsturu 2 üstü n-dir. N-in yerinə 3 qoyacam. 3 tapmışam axı. 2 üstü 3 nəyə bərabərdir? 2-ni 3 dəfə öz-özünə vuranda. 8. Aysa, bu da bizə cavab eləyəcək neçə? 8. Cavab olacaq E evet. variantı. 81-ci sualda diqqətlə qulaq asın uşaqlar, çox qəşəng bir dənə qayda izah eləyəcəm burada. Bu çoxluqlar bir-birinə daxildir, yəni bir-birlərinin alt çoxluğudur. Yəni A-da olan elementlər B-də var, B-dəki C-də var. Bu işarə bizə harda verilirsə, nə edirik? Baxın, sənə deyir A-nın, B-nin, C-nin kəsişməsi. Kəsişmə zamanı dəftərinizə qeyd edin. Ən kiçiyi götürürsünüz. Birləşmə zamanı ən böyüyü götürürsünüz. Bunu dəftərinizə qeyd edin. İndi A-nın, B-nin, C-nin ən kiçiyi. A 8-dir, B 10-dur, C 12-dir. Ən kiçiyi hansıdır? 8. 8-i yazdım. Üstə gəlinsin var ortada, üstə gəlinsin. A-nın, B-nin, C-nin birləşməsi. 8, 10, 12. Birləşmədə ən böyüyü götürürəm. Ən böyük hansıdır? 12. 8 ilə 12-ni toplamda neçə eləyəcək? 20. 20 bax 20-ni tapdıq. 82-də eyni qayda ilə gedir, amma hərflərə diqqət yetirin uşaqlar. Burada ABC demir, AB deyir. AB-nin birləşməsi, yəni A ilə B-nin ən böyüyü. A 9-dur, B 14-dür. Ən böyüyü hansıdır? 14. 14. Yazdım 14. Üstə gəlinsin var, üstə gəli yazdım. A ilə B-nin kəsişməsi 9 ilə 14-ün ən kiçiyi. Ən kiçiyi hansıdır? 9. Üstə 9. gəlinsin. A ilə C-nin birləşməsi, yəni ən böyüyü. 9 ilə 19 ən böyüyü hansıdır? 19. 19 20. 9 ilə 19. 19-u toplayanda 28, üstünə də 14 gələndə 42. Cavab olur hansı variant? C variantı. C. Aydın oldu, bu tip sual düşəndə biləsiniz. Bəli. 83-cü sualda uşaqlar. Bircə saniyə. Bunu taxın. Sönməsin. Arda dərslər olur deyə.
Zarifka dayanmır. Aha. 83-cü sualda uşaqlar diqqətdən baxaq. Bizə nə deyir? A verilib, B verilib. Gəl birinci AB-ni çək, yəni diaqramını qur. 2 dənə hərf var, A ilə B, 2 dənə dairəni çəkdin. Birinə A deyirsən, birinə B deyirsən. A çıxılsın B, yəni A-dan B-yə çıxıb yalnız A qalıb. A-da 12-dir, yalnız 12. A-ya yazırsan, yalnız A-ya 12. B-dən A-nı çıxıb yalnız B qalıb. B tərəfə yazırsan 10. Kəsişmə, yəni orta hissəyə yazırsan 4. Sənə deyir bunların birləşməsi nəyə bərabərdir? Yəni bu üçünün cəmi. 10-dan 12 20. gələndə 22, üstünə də 4 gələndə 26. Cavab olur D variantı. 84-cü sualda. Yəni A ilə B deyir, 2 dənə diaqramını çək, dairəni çək, diaqramını qur. Birinə A denən, birinə B denən. A-dan B-ni çıxıb, yəni yalnız A-da 14-dür. A-ya yazdın 14. B-dən A-nı çıxıb 10 tapıb. Birləşməsi, yəni bunların üçünün cəmi 38-ə bərabərdir. Sənə deyir ki, kəsişməni bax. Kəsişməni bilmirik. Birinci kəsişməni tapmalıyıq. Daha sonra A-nın, B-nin və kəsişmənin cəmini istəyir məndən. Gəl birinci kəsişməni tapaq. Bu ortada qalan hissəni necə taparam? A ilə B-nin qiymətlərini toplayıb 38-dən çıxaram. 10 ilə 14-ü toplayanda 24, 38-dən də 24 çıxanda bura qalır 14. Yəni kəsişməm 14-dür. Bura yazdım 14. A-nın qiymətini soruşur. Uşaqlar, A bu dairədir də. Bax bu dairə. İçində 2 dənə 14 var. 14 14 toplayanda A-nın qiyməti neçə eləyir? 28. B-də bu dairədir. Bax B-nin qiymətini istəyir. B-də bu dairədir. 10 yox. Bax diqqətlə. Bu dairənin içində 24. həm 10 var, həm 14 var. Toplayanda neçə eləyir? 24. İndi bunların cəmini tapasan. 28, 24, 14. Bunların cəmi də eləyəcək 66. 66. 85-ci sual çox maraqlı, qəşəng bir sualdır. Sənə deyir ki, bunları A ilə B-ni bir dəfə birləşdir, A ilə B-ni kəsişdir, orta hissə. Daha sonra bunları birləşdir, C-dən çıx. Daha sonra birləşdir, çıx deyirsə, bax A ilə B-ni uşaqlar birləşdirdim. A-nı bütöv götürdüm. Daha sonra B-ni bütöv götürdüm. Bunları birləşdirdim. Ümumi orta hissədə də kəsişdirdim. Tamam. İndi bunu C-dən çıxmışamsa, bu dairələrin içində olan rəqəmləri çıxardıb atmışam. 3-də gedib, 4-də gedib, 5-də gedib, dairələrin daxilinə baxın. 6-da, 7-də, 8, 9, 10, 11. Dairələrlə bərabər bunlar da gedib. Geriyə C-yə nə qalıb? Kənarda qalanlar. 1, 3. 2 və 12. Sənə də N deyir, yəni neçədə nədir? Sayını soruşur. 1, 2, 12. Neçədə nədir? 3 dənə. Cavab olur D variantı. Çoxluğun bir elementdə alt çoxluqlarının sayı 5-dirsə, bir elementdirsə əgər çoxluğun elementlərinin sayına bərabərdir. 5-dirsə, bu çoxluqda cəmi neçə element var? Elə 5 dənə də element var. Bir elementdə çoxluqlar da eyni olur. Yəni alt çoxluqlarının sayı ümumi elementlərin sayına bərabərdir. Bu qəşəng sualdır. Düşün, özü testdə sınaqlara salınan bir sualdır. A ilə B-nin birləşməsini verib, A ilə C-nin birləşməsini verib, bir də sənə deyir ki, bunu tap. Gəl birinci sən bunu tapmaq üçün ayrı-ayrılıqda həm A-nı, həm B-ni, həm də C-ni bilməlisən. A-nı tapmağın rahat yolunu öyrətmişsən. A bərabərdir. Çoxluq işarəsini çəkdiniz. Bax, burada eyni olan nədir? Burada da A var, burada da A var. Düzdürmü? Hər ikisində A-dır. Hər ikisində rəqəm olaraq eyni olanlar nədir? 6-dan 7 burada da var, 6 ilə 7 burada da var. Deməli, A nəyə bərabər imiş? 6 ilə 7. 6 ilə 7. B bərabərdir. Burada A 6 ilə 1-dən 7-dir axı. 6 ilə 7-ni siləndə B-yə nə qalır? 1-dən 2 qalır. 1-dən 2. Deməli, B 1-dən 2-yə bərabər imiş. Burada da A-ya dedik 6 ilə 7-dir. Bu 6 ilə 7-ni siləndən sonra C-yə nə qalır? 9 qalır. 9. C-ni də tapdım 9. İndi məndən istədiyin rahatçılığını tapa bilərəm. Deyir B ilə C-ni kəsişdir. Yəni B ilə C-də ortaq olan tap. B-də 1 ilə 2-dir, C-də 9-dur. Ortaq nə isə var? Yox, Xeyr. boş çoxluqdur. A-nı da birləşdi. A-nı da birləşdirən zaman A-nın 6 ilə 7-sini yazırsan, birləşdirən zaman digərini də yanına yazın. Boş çoxluq deyil, yanına heç nə gəlməyəcək. cavab Olduğu kimi yeddi qalacaq. Yəni ümumi cavab nə olacaq? 6, 7 A variantı. 88-ci sualda. Bu elementdə deyir 2 elementdə alt çoxluğu tap. 2 elementdə alt çoxluqların sayı üstürün bilirəm. N vurulsun, N-1 bölünsün 2. Mənə N nədir? Buradakı elementlərin sayı 1, 2, 3. 3 dənə rəqəm var, yəni 3 dənə element var. Harda N gördüm, yerinə 3 yazacağam. N-in yerinə yazdım 3. Burada da N-1. 3-dən 1 çıxanda qalır 2.
Bu 2 ilə bu 2 getdi. Geriyə qaldı 3. Cavab oldu C variantı. Aydın oldu? Bəli. Əla. Bəli, Müəllim. 89-cu sualda. A ilə B-nin kəsişməsini verib, birləşməni verib, mənə bunların cəmini istəyir. Uşaqlar, bunların cəmini tapmaq üçün nə edərəm? Məntiqlə deyin mənə. Elementarlı bir şeydir. Bax, Mən uşaqlar, e, burada n verib, burada n-siz verib. 9-dan 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 4 çıxacaq. A-sa, burada neçə dənə element var? 1, 2, 3, 4 4 dənə. Ümumi birləşmə 9-dur. Kəsişmə 4-dür. A ilə B-nin cəmini tapmaq üçün nə edirsən? 9-dan 4-ü çıxarsan 5. 5. Bu rəqəmləri sizə verən kimi gedin sayını tapın. Çünki burada n veribsə, burada da n olmalıdır. Sayla getməlisiniz. Daha sonra n-a bərabərdir 8-ə, n-b bərabərdir 9-a. Kəsişmələri 3-ə bərabərdirsə, bunu tapın. Qaçıb tez burada 8, 9-u toplayıb 17, üstünə 3 gəlim 20 kimi şeylər deməyin. Birinci çəkin dairənizi. 2 dənə hərf var, 2 dənə çoxluq var. A ilə B-ni yazdım. Birinci həmişə kəsişməni yazın. Ortaya yazdım 3. Sənə deyir A 8-dir. 8-in 3-ü burada işlədilibsə, bura neçə qalır? 5. 8-dən 3 5. 5-i qalıb. B-yə deyir 9. 9-un 3-ü buradadırsa, bura neçə 6. qalır? 6. Sənə deyir bunları birləşməsini tap. Bunların üçünün cəmini tap. 5 ilə 3-ü 14. toplayır 8. Üstünə də 6 gələndə 14. Cavab olacaq B variantı. 91-ci sual. Diqqətlə qulaq asın uşaqlar. Deyir hansı tərkiblərdən, yuxarıdakı tərkiblərdən neçəsi doğrudur? Hansılar doğrudur? N-a bərabərdir 5-ə. Yəni A-nın dairəsinin içində, A-nın dairəsi budur da. 5 dənə element var. 1, 2, 3, 4, 5. Düzdür. B-nin dairəsinin içərisində B-nin dairəsi budur. 6 dənə element var. 1, 2, 3, 4, 5, 6. Düzdür. Kəsişmə, yəni orta hissədə 2 dənədir. Bəli, 2 dənədir. Birləşmədə isə 10 dənədir. 3 dənə burada var. 2 dənə burada var. 5. 4 dənə də burada. 9 dənə. 10 dənə yoxdur. 9 dənə var. Neçəsi düz oldu? 3 dənəsi. Cavab oldu C variantı. Aydındır uşaqlar? Bəli. 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 Bircə saniyə. A ilə B-nin kəsişməsini verib, yalnız A-nı verib, yəni diaqramı qurub asançılıqdan gözdən görə biləcəyiniz bir şeydir. Baxın. Heç B-yə ehtiyac yoxdur burada. A ilə B. Kəsişməni verib sənə 18. A-dan B-ni çıxıb, yalnız A qalıb da burada. Yalnız A 4-dür. Yalnız A tərəfə yazıram 4. Sənə deyir, ümumi A nəyə bərabərdir? Ümumi dairəni soruşur. 18 var, 4 var. Toplayanda neçə eləyəcək? 22. Cavab olacaq A variantı. 93-cü sual bayaq sizə izah elədiyim sual tərzindədir. Mənə deyir ki, A ilə B-nin birləşməsi. Birləşmə zamanı böyük götürürəm. 16 ilə 21. Böyük olan hansıdır? 21. Üstə gəlinsin var, üstə gəli yazdım. A-nın B-nin C-nin kəsişməsi. Yəni bu üçündə ən kiçik olanı götürürəm. Ən kiçik hansıdır? 16. 16. 21 ilə də 16-nı toplayanda cavab olur 37. Yəni D variantı. Mən bəs Müəllim, 24 94 və 95-i mən izah eləyə bilərəm. Mən bəs 24 harda qalacaq? Bəli, bəli. Əsmər, 24 bax, sənə deyir A ilə B-nin böyüyünü götür. A 16-dır, B 21-dir. Hansı böyükdür gözəlim? 21 böyükdür. Sənə deyir ki, kəsişmə olanda bu formada olanda ən kiçiyi götürürsən. A-nın, B-nin, C-nin ən kiçiyi 16, 21, 24. Ən kiçiyi nədir? 16. Sənə deyir bunları topla. Bu deyir 37. Hökmən burada C varsa gözəlim. Üçünü də işlətmək məcburiyyətində deyilsən. Nə istəyirsə onu götür. Yaxşı? Bəli. Əla. Müəllim, 94 və ya 95-i mən izah eləyə bilərəm. 94-ə istəyirsən izah ver, sonra mən izah eləyim. Oldu müəllimə. Müəllimə, 94-də deyir ki, A ilə B-nin kəsişməsinə boş çoxluq göstəriblər. Deməli, bunlar eyni ədədlər olacaqlar. A bərabərdir 7 yazılıb olarsa, A çıx B-ni tapın. Deməli, burada 0 olacaq cavab, boş çoxluq olduğundan. 7-dən nə çıxanda 0 eləyir, o da 7. Aysel, elə də tapa bilərsən, ya da deyə bilərsən ki, A, bax, yalnız A qalsın deyir. Yəni, yalnız B, bax, B qalmasın, B-ni çıxart, apar.
Yalnız A qalsın. Yalnız A-nı tapmaq üçün A-dan bunların kəsişməsini çıxmalısan. A çıxılsın, bunların kəsişməsi. Bax, bunu bilin. Yəni, B-yə aid olan hissəsini, B ilə ortaq olanı çıxarsan ki, yalnız A qalsın. Bunu tapdıq. İndi uşaqlar, mənə A-nın qiyməti neçə verib? 7. 7-dən çıxaram. Boş çoxluq nə deməkdir? 0. 7-dən çıxaram 0-ı. Cavab nə qalır? 7. Olar C variantı. Aydın oldu? Bəli. Talibin dediyi formada, düzgün format ki, kəsişmə sıfıra bərabərdir, yəni eyni olanlar yoxdur. Mən də yalnız A-nı tapmaq üçün eyni olan yoxdur, sıfıra bərabərdirsə 7-dən nə çıxarım? 0 qalır. 7-dən 7 çıxarım 0 qalır. O da bir qaydadır, bu da rahat bir üsuldur. Ümumi saydan boş çoxluq çıx, yəni 0-ı çıx. Nə qalır? 7. 7. Çoxluğun bir elementdə açıqlıqlarının sayı 5-dir. Bu çoxluğun neçə iki elementli çoxluğu var? Sayı 5-dirsə, n-ə bərabərdir 5 deyir. 2 elementdə açıqlığın düsturu nədir? N vurulsun, n-1 bölünsün 2. N-in yerinə 5 yazasın. 5 vurulsun, 5-dən 1 çıxanda 4 bölünsün 2. 5-i 4-ə vuranda 20, 20-ni də 2-yə böləndə 10. Cavab olacaq hansı variant? E variantı. Var. Aydın oldu? Bəli. Uşaqlar, mənə deyin görüm, 2 dəqiqə rekordu dayandırım.